Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademinin İngilis dili müəllimi Ayşə Çələbi. Bugün sizlərlə 9-cu sinif din toplusundan zamanlar testinin yerdə qalan izahlarına baxacağıq. İzah keçməzdən öncə əgər dərslərimizə qoşulmaq istəyirsinizsə, o zaman 077 598 38 00 menecə nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Demək, 50-ci sualda baxırıq ki, cümlədə usually var, bir də var yesterday. Usually indiki sadə zaman zərfidir. Yesterday isə keçmiş sadə zaman zərfidir. Have feili lazımdır bizə. Variantlardan gördüyümüz kimi have feili indiki sadə zamanda ya have olur, ya has olur. Baxırıq ki, Susan da təkdədirsə, deməli has qoyacağıq orada. Yesterday keçmiş sadə zamandır. Have-in keçmişi haddir. Ona görə cavabımız olacaq C variant. Diddən sonra heç vaxt had gəlməz. Gələr nə? Have. 51-ə baxırıq. 51-də də eyni qaydadır. Deməli, burada baxırıq ki, yenə usually var, bir də yesterday var. Usually varsa yenə qoymalıyıq has. Yesterday varsa qoymalıyıq had. Elə Y variantı doğrudur. 52-də yesterday var, keçmiş sadə zaman zərfidir. Keçmiş sadə zamanı da bizim have feilimiz olacaq had. Sual cümləsi olduğuna görə yazacağıq nə? Did have. Yəni Y variantı. 53-də while var. While'dan sonra keçmiş sadə zaman gəlib, düzdürmü? Ona görə keçmişlə keçmişi uzlaşdırarıq. A-nı, Y-ni çıxırıq. Baxırıq ki, burada diddən sonra id gəlməz. Qalır B ilə C variantı. While də bilir ki, keçmiş sadənin keçmiş davam edicisini uzlaşdırır ya da keçmiş davam edicisini keçmiş davam edicisini uzlaşdırır. Burada deməli həm də baxmaq lazımdır ki, keçmiş sadəni keçmiş sadəni uzlaşdırır ümumilikdə. Baxmaq lazımdır ki, nəyə? Anyone təkdir. Təkdirsə bunun xəbəri olmalıdır was, were yox. Deməli cavabımız olacaq B variantı. Deyirəm, mən çöldə olarkən kimsə zəng elədi. 54-də baxırıq. News qabağında no var. Bu deməkdir ki, mən bu cümləyə inkar yaza bilmərəm. Çünki artıq inkardır. Sonra baxırıq ki, Z var. Z ilə has işləməz. Ona görə də bunu da çıxırıq. Since var. Since hansı zaman zərfi? İndiki bitmiş zaman. Deməli cavabımız olacaq B variantı. 55-də baxırıq. 55-də görürük ki, and var. And varsa deməli mən nə etməliyəm? Eyni zamanlar qoymalıyam. A-da biri bitmiş, biri sadədir. C-də biri sadə, biri bitmişdir. D-də biri gələcək, biri indiki bitmişdir. Y-də də ikisi də indikidir, amma burada match təkdə olduğuna görə starts olmalıydı. Cavab olacaq B variantı. Qeyd edədiyimiz kimi də and daha çox keçmiş sadə zamanda olan feilləri bağlayır. 56-ya baxırıq. Bağlayıcıdan sonra bitmişlə gələcək gəlməz deyə bunları çıxırıq. When indiki bitmişlə keçmiş sadəni uzlaşdırmır. Ona görə Y, keçmişlə keçmişin uzlaşması. 57-də while-dan sonra, demək, while ümumiyyətlə bayaq da dedik, keçmiş davam edicindən keçmiş sadəni, keçmiş davam edicindən keçmiş davam edicini və keçmiş sadə ilə keçmiş sadəni uzlaşdıra bilər. Elə cavabımız olacaq buna əsasən Y variantı. 58-də də buna əsasən geçsək, cavabımız olacaq Y variantı, yenə davam edicilərin uzlaşmasıdır. 59-da bağlayıcıdan sonra will gəlməz, gələcək yəni gəlməz. Keçmişlə də gələcək uzlaşmaz, deməli 1-2. 60-a baxırıq. 60-da baxırıq ki, cümlədə when var. When-dən sonra gələcək gəlməz. 3-ü 4 atırıq. 1-2, 5 düzdür. Y variantı. 61-də. Yenə bağlayıcıdan sonra gələcək gəlməz. Ona görə bunları atdıq. Sonra he-yə görə refuses olmalıydı. Ona görə bu da getdi. Keçmiş sadənin indiki bitmişdə yalnız sin sonunda uzlaşa bilər. Ona görə D variantı. 62-də. Deməli, baxırıq nəyə? Birincisi, his mother var deyə entes olmalıdır. B-ni çıxırıq. Sonra, indiki ilə keçmiş davam edicilər uzlaşmır. İndiki bitmişlə keçmiş sayda da uzlaşmır. Elə Y variantı. Keçmiş davam edici ilə keçmiş sayda zaman. 63-də. Deməli, bağlayıcıdan sonra gələcək zaman, sonra bitmiş zaman gəlməz, çıxdıq bunlar. Keçmiş davam edici ilə indiki sayda uzlaşmaz. İndiki davam edicinin keçmiş sayda uzlaşması. Y variantı. 64-də. When-dən sonra gəlib keçmiş sayda zaman, deməli, burada qoymalıyım keçmiş. V ilə də was işlənməz, cavabımız olacaq A variantı. 65-ə baxırıq. Last summer var, keçmiş sayda zamanda, ona görə B-ni, D-ni, C-ni atırıq. Spent də qaydasız feildir və ikinci forması T ilə olur. Ona görə diddən sonra mən bunu qəbul edə bilmərəm, ona görə cavabımız olur A variantı. 66-da. Yenə last var, keçmiş sayda zamandır. Diddən sonra feilin sonunda id olmaz. C variantı. 67. Next month gələn ay gələcək zamanda deməli will pay qoymaq lazımdır.
68-də tomorrow gələcək zamandır. Deməli qoymaq lazımdır yenə will arrive. 69-da as soon as-dən sonra bağlayıcıdan sonra gələcək gəlməz çıxırıq. Burada gələcək var deyə, deməli gələcəklə indikinin uzlaşmasıdır. Gələcək sadəcə zaman ancaq indikinin uzlaşır da. She-yə görə də gets qoymaq lazımdır. 70-də last week keçən həftə keçmiş zamanı deməli bura qoymaq lazımdır worked. Usually isə indiki zamandır deməli qoymaq works. 71-də when-dən sonra keçmiş gəlibsə deməli buranı da keçmiş qoymalıyıq. Bu da sadəcə Y variantındadır. 72-də usually indiki sadə zamandır deməli qoyacağıq. Mike'a görə də tək götürmək lazımdır takes. 73-də if var, burada gələcək gəlibsə deməli buranı indiki qoymaq lazımdır. Both da təkdə olduğuna görə feilin sonunda s. Loves. 74-də deməli ago keçmiş sadə zamanı deməli qoyacağım burada was. Today isə deməli indiki bitmiş zamandır. Qoyacağım B variantı. Həm də itlə becomes olmalıdır. 75-də when var, when-dən sonra gələcək gəlməz. Bunu çıxdıq. İndiki ilə keçmiş uzlaşmaz. İndiki ilə keçmiş uzlaşmaz. Keçmişdən də yenə indiki uzlaşmaz B variantı. 76-da when-dən sonra gördüyümüz kimi keçmiş zaman gəlib. Deməli buranı da keçmiş qoymaq lazımdır. Cavabımız olacaq C variantı. Deməli, didn't use to olmalıdır. To'su yoxdur bunun. Use to modal feil. Daha doğrusu use to bildirir ki, feilimiz var. Keçmişdə gördüyümüz vərdişləri bildirir. Ona görə Y-ni çıxırıq. Sonra B-ni çıxırıq. A-da didlə used ikisi ilə də gəlib çıxırıq. D-də ki, to olmalı çıxırıq. 77-də də yenə eyni qaydadır. Burada da eyni ilə götürəcəyik C variantını. 78-də deyirəm ki, 10 yaşında mən həftə sonları rəqs etməyə gedərdim. Baxırıq ki, didn't-la idili gələ bilməz. D olmalıdır, to olmalıdır, to olmalıdır. Ona görə A variantı. 79-da were var, keçmiş zamandır. Didn't-la idili gəlməz, didn't-la idili gəlməz, do-nun da yenə idili gəlməz. Don't use to deyə bir şey yoxdur. Yəni, bu modal feil belədir. Ona görə cavabımız olacaq B variantı. 80-də if Tom here, he'll be late for the train. Burada gələcək zamanında deməli indiki ilə uzlaşdırmaq lazımdır. Tom da təkdə olduğuna görə waits. 81-də gələcək zamanında he də təkdə olduğuna görə qoymaq lazımdır saves. 82-də yenə burada gələcək zamanında bu will'in qısaltmasıdır. Deməli, burada da qoymalıyıq. İndiki zaman təkdə olduğuna görə də goes. Sonra, burada gələcək zaman varsa, deməli, if-dən sonra gətirməli. İndiki zaman she də təkdə olduğuna görə has. 84-də də yenə eyni qayda. Gələcək zaman olduğuna görə burada indiki zaman qoymalıyıq. Fly. 85-də. If-dən sonra gələcək gəlməz. S-ni, A-nı, D-ni atırıq. Gələcəklə də indiki uzlaşmaz. Y variantı. Want will not-un qısaltmasıdır. Yadınızda saxlayın. 86-ya baxırıq. Deməli, if-dən sonra gələcək gəlməz A-nı, B-ni çıxırıq. Sonra baxmaq lazım ki, indiki ilə keçmiş, keçmişlə indiki bitmiş uzlaşmır when-də, if-də, ancaq since-də uzlaşa bilər. 87-də if var, if-dən sonra gələcək gəlməz, bunları çıxırıq. Sonra, deməli, bu keçmiş zamandır, keçmişlə indiki də uzlaşmaz, cavabımız olacaq B. 88-də yenə if-dən sonra gələcək gəlməz, bu variantları çıxırıq. Keçmişlə gələcək uzlaşmır. A və room təkdədir deyib, olmalıdır nə? Looks. Ona görə D variantı. 89-da if-in yanında gələcək olmaz, bunları çıxaq. Was təkdə deyib, is was yazıb düzdür. People cəmdir, goes olmaz. Keçmişlə də indiki uzlaşmaz, A variantı. 90-a baxırıq, yenə if-in yanında gələcək zaman olmaz. Bu variantları çıxırıq. Sonra, keçmişlə gələcək uzlaşmır. You-la da loses olmaz da lose olar. Biz yalnız feilin sonunda he, she, it olanda, tək isimlər olanda artırırıq s. 91-də yenə if-in yanında will olmaz. Keçmişlə gələcək, indiki ilə keçmiş uzlaşmır, Y variantı. 92-də deməli, if-in yanında gələcək olmaz deyə B-ni, D-ni atırıq. Sonra, baxmaq lazım ki, keçmişlə indiki ilə yenə keçmiş uzlaşmır, A variantı. Listen, understand. 93-də if-in yanında gələcək olmaz, bunları çıxdıq. Keçmişlə indiki uzlaşmır,
Her friend təklidir, finishes olardı. Y variantı. Sonra 94-də ifin yanında gələcəyi olmaz, A-nı S-ni atdıq. İndiki ilə keçmiş uzlaşmaz. Sonra didn't-la da id-li olmaz da. B variantı. 95-də ifin yanında gələcəyi olmaz, D-ni çıxdıq. Sonra any letters cəmdədir deyə burada are da qoymaq olar, were da qoymaq olar. Baxaq indi nəyə? Deməli, keçmişdən indiki, keçmişlə gələcək. İndiki ilə keçmiş uzlaşmır, C variantı. 96-da burada gələcəksə, deməli, bura indiki qoymaq lazımdır. Və you-la da studies olmur da, study ilə adi verb one gəlir. 97-də next month var, gələcək zamanında, deməli, will qoymaq lazımdır. He də təkdə olduğuna görə, birinci ifdən sonra gələcək gəmirdik, bunu atırıq. He də təkdə olduğuna görə gets olmalıdır. 98-də indi ifin yanında gələcək olmaz, C-ni atırıq. Sonra your friend təkdədir, translates olardı, yeni də atırıq. Keçmişdən indiki uzlaşmaz, çıxırıq. You-la da asks olmaz da, feilin sonunda is gətirmir yaxın. Qaldıdır. 99-a baxırıq. Ifin yanında yenə gələcək olmaz və he ilə də has olmalıdır, B-ni çıxdıq. He ilə də visits olmalıdır, yeni də çıxdıq. İndiki ilə keçmiş, keçmişlə də gələcək uzlaşmır deyə C variantı. İndiki ilə gələcəyin uzlaşmaz. 100-də ifdən sonra gələcək gəlmir, həm də winter təkdə comes olardı, C-ni atdıq. Millions of birds cəmdədir deyib, moves yox, move olardı. Shall move ümumiyyətcə ancaq ayda V-də işlənir, bunu da çıxdıq. If-dəki indiki ilə də keçmiş uzlaşmaz, D variantı. Sonra 101-də deməli, nurse təkdədirsə counts olardı, D-ni çıxdıq. Operation təkdədirsə begins olardı, A-nı da çıxdıq. If-dən sonra da gələcək gəlməz, C ilə yeni də çıxdıq, qalır B. 102-də he-lər təkdir deyə pass yox, passive olardı, A-nı çıxırıq. Sonra if-in yanında gələcək gəlməz, D-ni də çıxırıq. İndiki ilə keçmiş, keçmişlə də gələcək uzlaşmır, C variantı. 103-də deməli, burada indiki zaman yazıbsa, deməli, mən burada gələcək yaza bilərəm, C variantı. İndiki ilə də indiki bitmiş uzlaşmır. 104-də indiki zamanda deməli, burada if-lə uzlaşması gələcək olacaq ya da indiki sayda olacaq. Ona görə D variantı. Sonra 105-də if-in yanında gələcək gəlmir, burada tomorrow olmasına baxmayaraq, will-i çıxırıq. Burada gələcək zaman yazıbsa, if gələcək sayda ilə indiki sayda zaman uzlaşır. It də tək olduğuna görə doesn't. 106-da if-in yanında deməli gələcək olmaz, want-u çıxdıq. Sonra baxırıq ki, deməli, deyirəm ki, baxmalıq bir dənə, əslində uzlaşmalara baxsa tapacaq cavabı. Code keçmişdir, doesn't indiki də uzlaşmır. Will catch gələcəkdir, didn't take keçmişdir, uzlaşmır. İndi baxırıq tərcümə. Deyirəm ki, əgər o taksiyə çatsa, yəni taksi ilə getsə, taksiyə minsə, təyyarəyə çatar olardı. Amma desəm ki, əgər o taksiyə minməsə, çatmayacaq. C variantı. Tərcümədə onu düz gəlir. 107-də if-in yanında gələcək olmaz, C-ni atdıq. Sonra he ilə graduates olar. Ona görə çıxırıq. Keçmişlə gələcək, indiki ilə də keçmiş uzlaşmır deyə Y variantı. 108-də if-in yanında gələcək olmaz, B-ni atdıq. Pull, deməli, U-la pulse olmaz. Niyə olsun ki? Cat-lə amma scratches olardı, İ-yə sartmaz, çünki təkdədir. Keçmişlə gələcək uzlaşmır, A variantı. 109-da if-in yanında gələcək olmaz, C-ni atdıq. Keçmişlə indiki uzlaşmır. Yenə indiki ilə keçmiş uzlaşmır. Keçmişlə indiki uzlaşma qalır A variantı. 110-da if-in yanında gələcək olmaz, B-ni, D-ni atırıq. Sonra Stephanie təkdədir, yazıb doesn't. She təkdədir, sees olardı, getdi. Don't yox, doesn't see olardı, Y variantı. 111-də deməli, last year keçmiş zamanında, leave yox, left olardı. Sonra since-də indiki bitmiş zamanı, zaman zərfdə haven't met, B variantı. 112-də after'nin yanında bitmiş gələcək olmaz, 4-ü 5-i çıxdıq. After sadəcə keçmiş, bitmişdən keçmiş saydan uzlaşdıra bilər. Amma da bitmiş zamanlardan bir dənə indiki bitmiş düşür deyə bütün bağlayıcılara aid eləmək olur bunun sizin üçün. Sonra baxırıq ki, indiki ilə də keçmiş uzlaşmaz, 1-3. 113-də yenə after'dən sonra bitmiş gələcək gətirə bilmirik. İndiki ilə də keçmiş uzlaşmaz, 1-3. Sonra 114-də money təkdə də are found, were found deyə bilmərəm.
Həm də burada deyir ki, pulled kəndlilər tərəfindən tapılıbdır. Burada məhsulluq var. To be üstəgələ feilin üçüncü forması olmalıdır. Sonra burada da gave deyirəmsə, keçmiş deyirəmsə, indiki yaza bilmərəm, Y variantı. 115-də. Deməli, afterdən sonra yenə afterdən sonra gələcək, bitmiş gələ bilməz. Keçmişlə gələcək uzlaşmır, A variantı. 116-da. When-in yanında gələcək, bitmiş gələ bilməz, çıxırıq bunları. Sonra baxmalıyıq ki, deməli, keçmişlə indiki də uzlaşmaz, 3-lə 5. 117-də. When-in yanında bitmişlə gələcək olmaz, 1 atdıq. İndiki ilə keçmiş uzlaşmır, 3-lə 4. Sonra 118-də. Deməli, baxmaq lazımdır nəyə? Birincisi, nick təkdə də have-bin olmaz, A-nı ataq. Sonra baxaq görə burada verb falan yazılan var. Yox, yazılmayıbdır. Sonra, burada əgər mən was deyirəmsə, bu tərəfdə indiki ilə uzlaşdıra bilmərəm, çıxdım. Sonra, deməli, didn't used to olmalıdır. Bunu bayaq izah elədik zaten. Ona görə C variantı. Deyirsən ki, Nick'in 12 yaşı olanda güləşə gedərdi. 119-da. Deməli, burada baxırıq ki, nə ilə nəyə uzlaşdıra bilərik biz. Was-la is uzlaşmaz, am-la was uzlaşmaz. Ona görə çıxırıq. Sonra yenə də am trying-lə interrupted uzlaşmaz. Keçmişlə indikilər uzlaşa bilməz. Sister-də təkdə də interruptus olardı. A variantı. 120-də deməli while var. İndiki ilə keçmiş, keçmişlə indiki uzlaşmır. A ilə də were işlənməz. She ilə də reads olmalı idi. Əgər read veribsə, deməli keçmiş zamandır. Keçmiş zamanında yenə indiki uzlaşmır. D variantı. Belə, ümid edirəm video sizin üçün maraqlı, faydalı oldu. Bəyənməyi, rəy yazmağı unutmayın. Növbəti videolarda görüşərik.